Debitor borcların səmərəli idarə olunması, sistematik yığımı, ödənişlərin təmin olunması bu bir çox müəssisələrdə düşünürəm ki, problematik mövzulardan biridir. Bu alətin mahiyyətini bilmədən bir çox müəssisələrdə şübhəli borclar üzrə ehtiyat fondlarının hesablanması süni sürətdə mənfəətin azaldılması kimi yanaşılır. Debitor borcların düzgün idarə edilməsi müəssisənin maliyyə sabitliyi üçün çox önəmli məsələlərdən biridir. Maliyyə hesabatlarının beynəlxalq standartları ehtimallar və fərziyyələr üzərindədir. Amma maliyyə özü keçmiş təcrübələrə, gələcək gözləntilərə və ehtimallara dayanır düşünürəm ki, ümumiyyətlə vergi uçotu deyilən bir uçot yoxdur. Belə bir uçot yoxdur. Uçot bir dənədir, mühasibat uçotudur.